Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Qabaqdan gələn yeni ilinizi də təbrik edirəm. Və demək istəyərdim ki, videonun əvvəlində bunu deyim. Biz indi kukuruzlardan video çəkəcəyik. Amma sizə videonun əvvəlində deyim ki, daxil olun kommentarilərdə, rəylərdə və video barəsində məlumatlarda link olacaqdır. Həmən linkdən girib Food Critic kitabını əldə edə bilərsiniz və inanıram ki, öz marifiniz üçün, yəni biraz biliyinizi artırmaq üçün, marifli olmaq üçün də özünüzdə belə deyim, ekonom eləməyəcəksiniz və biləcəksiniz ki, o elə böyük pul da deyil. Yəni baxıb oradan hamısını görərsiniz. Nəysə. Mən indi sizə nədən danışacağım? Kukuruzlar. Hamı gedib kukuruzları alır, salatlara əlavə eləyir. Bu kukuruzları necə seçmək lazımdır, necə almaq lazımdır? Əslində Azərbaycanda satılanların hamısını tapa bilmədim deyə. Dedim elə nümunədə sizə göstərəcəm, yəni necə olmalı, nətər olmalı və tərkibində ən əsası nəyə baxmalısınız və ən belə deyəndə srokunda nəyə baxmalısınız. Baxın dəyərli izləyicilər, elementarlı ilk növbədə kukuruz seçəndə kukuruzun həmişə çalxalın ki, içində suyu az olsun. Bax qulaq asın. Görürsünüz, içi dolu sudur. Yəni bu qusuntu kimi şırfıntı olacaqdır. Bax buna qulaq asın. İçində azdır. Yəni buna da qulaq asa bilərsiniz. Sonra ayın tarixi. Hamı bilir ki, kukuruz gəlib hardasa avqust ayında ya da patoloku sentyabrın əvvəlində siz bu kukuruzun tarixinə baxın ki, istehsal tarixi nə vaxtdır. Yoxsa siz yəni istehsal tarixinə baxanda ki, bu oktyabrdadır, bu nə bilim oktyabrda, noyabrda, dekabrda istehsal olunubdur, istehsal tarixi iminlə. Bilin ki, yemlik kukuruzdur. İçinə şəkərdən, məşərdən, rəhləşdiricilərdən qatıb onları rasformirabat eləyiblər və o olufdu nə? Olufdu, belə deyək də, hamı bilir, hamımız Azərbaycanlıyıq, heyvanlıq olufdu. Heyvanlar temasında da hamı bilir ki, kukuruzun lap böyük yetişəndə, lap belə qartdaşanda onu heyvana verirlər. Və çox istehsalçılar da onu istifadə etmək üçün rəhləşdirici qatırlar, biraz suda saxlayırlar, biraz o üz, bu üz. Uca olur heyvanlıq, onu da heyvanı biri var ki, kiloyunu satalar 1 manata, biri var ki, insana onun 400 qramını, 300 qramını satalar 5 manata, 4 manata. Sonra tərkibini oxuyanda həmişə diqqət yetirin ki, tərkibində ilk növbədə gəlməlidir kukuruz, su. Və yaxud birinci su yazılırsa da, şəkər yazılırsa da, kukuruz yazılır. Bilin ki, birinci nə yazılır, ondan daha çoxdur bunun içində. Bir də ki, üstünə yazılmalıdır, rus dilində desək, maloçnaya kukuruza. Yəni, südlü kukuruz, təmiz, cavan kukuruz da belə deyək, yəni qartdaşmış kukuruz yox. Mən indi sizə açıb bunların içində nümunədə göstərəcəm, necə olacaqdır, necədir. Bizə dəqiqə. Bax, gəlin birinci bu firmançını açaq. Bizə dəqiqə. Açıram. Rənginə fikir verin. Gördünüz nə gözəl rəngi var. Maloçnudur. Sonra açırıq. Ən ucuz bu trenddir. Yəni əla növ deyil. Amma bunu görürsünüz bax, dağılmış kukuruzları var içində. Sonra qırılmış kukuruzları var. Amma yenə də pis deyil. Pis deyil deyəndə necə? Əla növ sayılmır bu. Çoxsunun da içi boşdur. Diqqətinizi yetirin. Və görürsünüz, içi boşlar da çoxdur. Bunların dadına da baxıb, yumuşaqlığından, bərkliyindən də sizə danışacağım. Və hamının tanıdığı dünya brendinin içine açırıq. Bizə dəqiqə. Buna baxın. Bu qusuntudur. Fikir verirsiniz. Yəni brendə uymaqla da deyil. Bu belə olmamalıdır. Bu suyun içində bu demək olar ki, bu əla növ deyil. Qartdaşmış kukuruzdur, eşək boyda. Yəni o da qırıq, mırıq. Yəni tərkibini oxuyanda birinci sort, ikinci sort yazılanda elə məhsulları almayın ki, elə məhsulları gətirib təkrar sizə satmasınlar. Bax görürsünüz, bu əla növ gedir, bu birinci sort gedir, bu da birinci sort, amma ən azından qusuntu kimi suyun içində deyil. Adam bax indi dadına baxacam, amma vallahi mən diysinirəm bunu götürüb dadına baxmağa. İnsanam da mən də. Yəni həmişə belə şeylərə diqqət yetirin ki, belə bir
məhsulu alanda salatlarınıza qatırsınız, yeyirsiniz və əla növ olanda içində artıq urtuq, qırıq, mırıq olmur. Bax görürsünüz burada qırığı, mırığı yoxdur. Düzdürmü? Əla növdür. Amma birinci sortda olur. Bu da özdə biraz sarımtıllığı çoxdur. Bu da ki qusuntu kimi, zəhmət olmasa kameramanımız göstərsin. Ağzına kimi suyu doldurublar, qusuntu kimi doldurublar. İçində, vallahi buna baxın ha. İçində kukuruzun saplarına kimi var. Fikir verin. Buna bax. Bax buna gedib pul verib alıb, nə bilim, fırtılıq olur, bu fırtılıq. Belə fırtılıqları satan insanlara da demək istəyirəm ki, ən azı şirkətlərə, yəni bilin ki bu heyvan yiyəsi bir kukuruzdur. Tak, dayışı nə deyəcəkdim? Biraz əsəbləşən kimi də hazırlaşdığım fikirlərim, sözlərim də yadımdan çıxır. Onu da deyim ki, zəhmət olmasa kanala abunə olub, like verməyi unutmayın. Biraz kanalımız irəli getsin. Baxıram, bunu da deyim, videonun arasında davam eləyəcək. Baxıram, çox blogerlər çıxırlar, elə hamısının üzünə də deyirəm, gözümün içinə də baxıb qulaq asa bilərlər. Matışqa kimi çıxıb zərərli şeyləri reklam edib, cəmaatı zəhərləməyin. Pula satılmayın. İnsan deyil, kişinin bir dənə üzü olur. Nə demək istəyirəm? Yəni kişi deyəndə kişilik demək istəyirəm. Mərdlik, əstağfurullah, belə mərdlik. Mərdlik qadına da məxsusdur, kişiyə də məxsusdur. Bəzi qadınlar var ki, o matışqalardan çıxıb, nə bilim, o zərərli şeyləri reklam eləyənlərdən qeyrətlidirlər. Biraz özünüzə hörmət eləyin. Nəysə, prosto qabağıma çıxırlar, elə insanlara da baxıram, videolarını irəli çəkirlər onların. Belə videolar irəli çəkməkdən sonra belə marifli olun. Bilin ki, gedib marketdən alıb yediyiniz bu heyvan yiyəsi bir məhsulu 5 dəfə bahalı sizə satırlar. Yəni, sonra Azərbaycanda dediyim kimi firmalar biraz başqadır. Amma ki, yenə də Azərbaycanda satılan, burada da satılır. Sadəcə mən tapa bilmədim. Siz baxın, hansı istehsal olubdur, hansı tarixdə istehsal olubdur. Necə deyim sizə? Biraz marifli olmaq, elə bilin ki, öz sağlamlığınıza diqqət edirsiniz. Çoxsunun içinə şəkərdən qatırlar ki, şirin olsun. Yəni, bu şirin olmağı da o qədər də qəşəng dadlı deyil. Mən indi dadlarından baxıb ən azı biləcəyik. Dadına baxanda nə deyirəm? Çox adam mənə deyəcək, ağız dadı söhbəti var. Atacan ağız dadı söhbəti deyil. Vallahi ağız dadı söhbəti deyil. İminlə baxırsan dadına ki, görürsən bu heyvan yiyəsi xırta-xırtdır, yoxsa yumuşaq, normalini, maloçlu kukuruzdur. Bir dəqiqə başlayaq, bax bu ən ucuzlusundan. Düzdür, kukuruz dadır, amma biraz bərkdir, qabığı yoğundur. Başa düşdünüz nə demək istəyirəm? Şirinliyi də baxsan ki, azdır. Yoxlayaq əla növdən. Bu qəşəng dadır, atacan bomba dadır. Adam elə-belə də yemək istəyir. Necə ki, test keçirdirik, mən söyləyirəm, bunun test eləməyə ehtiyac yoxdur, bu hamı biləcəkdir, bu nədir, nə deyil. Və bu dediyim, bu şırtılığın da dadına baxmalıyam. Nəyə görə? Ona görə ki, açığı baxmaq da istəmirəm. Elə bil içinə zivil yığıblar. Amma baxacam. Bu suyunu da tökək. Sudan cüpluyub su əvəzinə nəminə satılır. Kukuruz əvəzinə nə satılırlar? Adamın biri var bərt ola, biri var yumuşaq ola, biri var pöre ola. Heç axıra kimi də yemək istəmirəm. Yəni insanın şeyi var. Həmişə baxanda da, alanda da yeməklərinizə əlavə eləməmişdən dadına baxın və tarixinə baxın. Bunların hamısına diqqət yetirin. Ona görə ki, nə qədər ki siz diqqətli olursunuz, nə qədər ki siz vnimatilni olursunuz. Söhbət pulda deyil, söhbət vnimatilni olmaqdadır. Siz diqqət yetirəndən sonra istehsalçılar da diqqət yetirirlər ki, hə, biz bu məhsullarımızı, tək bunu yox, vəbşə, lüboy məhsulumuzu marifli, dərrəkalı insanlara satırıq. Başa düşürsünüz? Yəni, başına aşağı salıb hər şeyi qarnına, mədəsinə basıb yiyən əhaliyə yox. Ona görə biz vnimatilni, biraz özünüzü, necə deyim, lol dilinə desək, gəlin özümüzə hörmət eləyək.
elə eləyək ki, biz özümüzə hörmət eləyəndən sonra başqası da bizə hörmət eləyəcək. İstehsalçılar da məcbur olub hörmət eləyəcəklər. Nə qədər ki gedib bu şırfıntı məhsulları alıb onları dəstəkləyəcəksiniz, o qədər də elə olacaq. Sonra nə deyəcəkdim? Yəni mənim üçün birinci yer hətta budur, ikinci yerdə ən ucuzdusu budur. Bunu heç yer verməyə dəyməzdi. Tək 3 dənədir, artıq ala bilmədim, yəni tapmadım. Üçüncü yerdə budur. Ona görə özünüzdən müğayət olun. Zəhmət olmasa bir daha təkrar edirəm. Keçin aşağıda videonun opisaniyasında, video barəsində məlumatlarda link olacaqdır. Kitab əldə edə bilərsiniz. Bütün zərərli şeylərdən hamısından etiraf etmişəm, göstərmişəm orada. Hansı bütün yedabafkalardır, energetik işçilərdir, yağlardır. Bunların hamısı barəsində yazmışam, hazırlamışam. Və kommentarilərdə də qeyd edəcəm. Girib bir də videonu irəli çəkin, videoya like verin, kommentari yazın. Yəni eləcə smiley qoyanda elə olmur. Və nəsə bir rəy bildirin ki, YouTube'un algoritmi bizi irəli çəksin. Ona görə hamınızı öpürəm, bağırma basıram, maç, quç, özünüzdən müğayət olun. Və rəylərdə yazın gələn dəfə hansı məhsul barəsində sizə maraqlıdır və ikinci kitabımda sizə nə barədə hazırlayayım. Birinci kitabı oxuyanlar da rəylərdə bildirsinlər ki, nə öyrəndilər. Və tək o elə belə kitab da deyil. O elə belə sizin üçün instruksiyadır, market instruksiyası. Başa düşdünüz? Yadımdan çıxmışdı deyəm. Qarox videom da var. Qarox barəsində də video çəkdim, hazırladım. Qaroxu necə seçmək lazımdır, necə baxmaq lazımdır, hansı yaxşıdır, necə... O barədə də çəkmişəm. Bir də onu deyəcəkdim ki, yadımdan çıxdı, ona görə bu addelini belə çəkirəm, bunu hardasa soxuşduracağım videoda ki, siz görəsiniz bunu, yəni üzücü sayın. Baxanda baxın ki, TU ilə hazırlanmasın, QOS ilə hazırlansın. Texniki usloviyayla yox, dövlətin verdiyi qanunla. Başa düşdünüz? Yəni, necə izah edeyim? Есть техусловия, есть ГОСТы. Техусловия o deməkdir ki, yəni, tək ki insan zəhərlənməsin, tıxasın, yesin, geçsin, düzələcəkdir. Yəni yola verməklə düzələn olmasın, qosla düzələn olsun. Bir daha bağışlayın, öpürəm hamınızı, gələn yeni ilinizin mübarək təbrik edirəm.